Yazıçılar Birliyinin Natavan klubunda isə müasir Azərbaycan və Türkiyə ədəbiyyatında erməni məsələsi mövzusunda beynəlxalq konferans işini davam etdirir. Mövzu ilə bağlı 23 məruzəni əhatə edən tədbirin məqsədi müasir Azərbaycan və Türkiyə ədəbiyyatında əks olunan erməni məsələsini geniş ədəbi mühitdə müzakirə obyektinə çevirmək, hər iki ölkəni təmsil edən qələm adamlarının bu istiqamətdə hansı dəyərli əsərlərinin olduğunu müəyyənləşdirmək və onları ölkə ictimaiyyətinə təqdim etməkdir. Konferansda Türkiyə və Azərbaycanın ali təhsil müəssisələrinin alim və tədqiqatçıları, o cümlədən ədəbiyyat və mətbuat nümayəndələri iştirak edirlər. Bu Karabağ meselesiyle ilgili olarak ki daha öncesindeki Hocalı'ydı ve diğer 31 Mart olaylarındaki gibi bu acılarımızı unutturmamamız gerekiyor gençlere. Burada bir nefret, kin değil, sadece yaşananlara gençler sahip olsun diye bunu yapmamız gerekiyor. Onun için ben bu etkinlikleri çok önemsiyorum. Məruzələr həqiqətən də mövzu baxımından çox rəngarəng olmaqla yanaşı, həm də böyük maraq kəsb edir. İnanırıq ki, bu konferansdan sonra qarşılıqlı şəkildə bu sahədə ədiblərimiz arasında eyni zamanda ədəbiyyatşünasların əməkdaşlığı artacaqdır və gələcəkdə bu mövzu daha çox diqqət mərkəzində saxlanılacaqdır.